Arthur Conan Doyle. Conan Doyle ikonik dedektiv personaj Sherlock Holmes'un yaratıcısıdır. Sherlock Holmes, onun maceraları. Al Qırmızı Etüd. Birinci hissə. Hərbi tip xidmətinin istifada olan zabit. 5-ci fəsil. Elanla əlaqədar bizə gələnlər. Bugünkü səhərin həyəcanını qaldıracaq gücdə deyildim və günün sonuna yaxın özümü tamamilə üzgün hiss edirdim. Holmes konsertə gedəndən sonra divana uzanıb heç olmasa 1-2 saat yatmaq istədim. Amma bacarmadım. Beynim bugünkü hadisələrin təsiri ilə həddindən artıq həyəcanlanmışdı. Başımda qəribə sürətlər və ehtimallar canlanırdı. Gözümü yuman kimi qətlə yetirilmiş adamın qarillaya bənzər eybəcər simasını görürdüm. Bu sima məndə elə vahimə yaratmışdı ki, özümdən asılı olmadan bu simanın sahibini o dünyaya göndərmiş adama minnətdarlıq edirdim. Yəqin hələ heç bir insanın üzü Clevelanddən olan rahib Dreyber'inki qədər aşkar əxlaqsızlıq əks etdirməyib. Amma qanun qanundur və qurbanın əxlaqsızlığı qanunun gözündə qatilə bəraət qazandıra bilməz. Bu cinayət haqqında fikirləşdikcə, rahib Dreyber'in zəhərlənməsi haqqında dostumun fikirləri mənə inanılmaz görünürdü. Holmes'un meyitin dodaqlarını necə iylədiyini xatırladım. Şübhəsiz o nəsə tapmışdı ki, bu fikrə gəlsin. Bundan əlavə, əgər meyitin üzərində nə yara, nə də boğulma izləri yox idisə, onda ölümün səbəbi zəhər deyil. Bəs nədir? Digər tərəfdən döşəməyə sıçramış qan kimin idi? Otaqda heç bir dava əlaməti, meyitin üzərində isə qatilini yaralayacaq heç bir silah yox idi. Mənə elə gəlirdi ki, bu suallara cavab tapmayınca nə mənim, nə Holmes'un gözünə yuxu getməz. Dostum özünü sakit və təmkinlə aparırdı. Güman etmək olar ki, onun bütün faktları izah edə biləcək bir nəzəriyyəsi var. Amma bu barədə mənim heç bir təsəvvürüm yox idi. Holmes'u çox gözləməli oldum. Yəqin konsertdən sonra onun başqa işləri də çıxmışdı. O, qayıdan vaxt nahar artıq masanın üstünə qoyulmuşdu. Bu çox gözəl idi, əyləşərək dedi. Darwinin musiqi haqqında dedikləri yadınızdadırmı? O sübut edir ki, bəşəriyyət musiqi yaratmağı və bundan zövq almağı insan danışmaq qabiliyyətinə yiyələnməmişdən əvvəl öyrənmişdir. Bəlkə də bu səbəbdəndir ki, musiqi bizə bu qədər dərin təsir edə bilir. Ruhumuzda dünyanın erkən və dumanlı çağlarına aid tutqun xəyallar qalıb. Cəsarətli nəzəriyyədir, dedim. Təbiət hadisələrini izah edən bütün nəzəriyyələr təbiətin özü kimi cəsarətli olmalıdır, deyə Holmes cavab verdi. Sizə nə olub? Özünüzdə deyilsiniz. Yəqin Brixton Road'dakı hadisə sizi bəlkə həyəcanlandırıb. Düzünü söyləsəm, hə, ah çəkərək dedim. Hərçənd Əfqanistanda çəkdiyim məşəqqətlərdən sonra daha məhdin olmam lazım idi. Mayvandda gözümün önündə yoldaşlarımı tikə-tikə doğrasalar da özümü itirmirdim. Başa düşürəm. Bu cinayətdə təxəyyülə təsir edən sirlilik var. Təxəyyül olmayan yerdə qorxu da yoxdur. Axşam qəzetini oxumusunuz? Hələ yox. Bu cinayət haqqında ətraflı məlumat yazılıb. Düzdür, cəsədi qaldıranda yerə düşən nişan üzüyü haqda heç nə deyilmir. Bu bizim üçün daha yaxşıdır. Nə üçün? Bu elanı oxuyun. Səhər posta baş çəkəndə bu elanı bütün qəzetlərə göndərmişdim. O qəzeti masanın üstünə qoydu. Mən də göstərilən yerə baxdım. Tapılanlar başlığı altında ilk elan belə idi. Bugün səhər Brixton Road'da Ağ Maral meyxanası ilə Holland Grove arasında qızıl üzük tapılmışdır. O axşam saat 8-dən 9-a qədər Dr. Watson'a müraciət edin. Baker Street 221B. Sizin adınızdan istifadə etdiyimə görə bağışlayın, Holmes dedi. Öz adımı versəydim, bu sarsaqlardan biri məsələnin nə yerdə olduğunu anlayıb burnunu soxmaq istəyəcəkdi. Əlbəttə ki, buyurun, cavab verdim. Amma birdən kimsə gəlsə, məndə üzük yoxdur axı. Budur, Holmes mənə üzüyü uzadaraq dedi. Tamamilə oxşayır, o da belə idi. Sizcə, bunun arxasınca kim gələcək? Necə yəni kim? Əlbəttə ki, bizim qəhvəyi palto, enli-burun ayaqqabı geyinmiş qırmızı sifət dostumuz. Özü də gəlməsə, əlbir olduğu adam gələcək. Risk etməkdən qorxmaz? Qətiyyən. Əgər bu işi düzgün başa düşmüşəmsə,
Düzgün başa düşdüyümə əsasım da var. Bu adam üzüyü geri almaq üçün hər şeyə gedəcək. Mən Jodie benim meyitinin üstünə əyləndə üzüyü salıb. Evdən çıxdıqdan sonra üzüyü itirdiyini anlayıb və geri qayıtmağa tələsib. Amma öz səhvi ucbatından artıq ora polislərin gəldiyini görüb. Çünki şamı söndürməyi unudubmuş. Belə olduqda polisləri şübhəyə salmamaq üçün özünü sərxoşluğa vurub. İndi özünüzü onun yerinə qoyun. O üzüyü evdən çıxdıqdan sonra küçədə salıb itirdiyini də düşünə bilər. Onda nə edər? Yəqin ki, tapıntı barədə elan oxuyacağı ümidi ilə axşam qəzetlərini axtarar və birdən bizim elanımızı görüb çox sevinəcək. Sizcə tələdən şübhələnər? Heç vaxt. O əmindir ki, tapılmış üzüklə qətl hadisəsi arasında hansısa əlaqənin olduğu heç kimin ağlına gəlməz. O gələcək. Bunu 1 saat ərzində görəcəksiniz. Bəs sonra, deyə soruşdum. Sonrasını mənim hökmümə buraxın. Sizin silahınız varmı? Köhnə tapancam və bir neçə patronum var. Onu təmizləyib doldurun. Əlbəttə o ümidini itirmiş insandır. Hərçənd onu qəflətən yaxalasaq da, hər şeyə hazır olmaq lazımdır. Otağıma gedib onun dediklərini etdim. Silahımla qaydanda masa artıq yığışdırılmışdı. Holmes isə sevimli məşğuliyyətinə qapılmışdı. Skripkasını ciyillədirdi. Məsələ qəlizləşir, o dedi. İndicə Amerikadan telegramma cavab aldım. Hər şey düşündüyüm kimi imiş. Nə olub ki? Deyə hərisliklə soruşdum. Skripka üçün yeni simlər almalıyam, o dedi. Tapancanı cibinizdə gizlədin. Bu hərif gələndə onunla heç nə olmamış kimi söhbət edin. Qalanı mənim boynuma. Hə, gözlərinizi onu zilləməyin, yoxsa hürküdərsiniz. 8 oldu. Saata baxıb dedim. Bəli, yəqin bir neçə dəqiqədən sonra gələr. Biraz qapını aralı qoyun. Hə, bax, belə yaxşıdır. Açarı içəri tərəfdən salın. Minnətdarım. Dünən köşkdən köhnə, amma maraqlı bir kitab almışam. De jure inter gentes, beynəlxalq hüquq haqqında. 1642-ci ildə Liejdə Latın dilində nəşr olunub. Bu qəhvəyi cild çıxanda Karlın başı hələ çiyinləri üstündə idi. Naşir kimdir? Philip de Croix adlı bir nəfər. Titul vərəqində artıq rəngi qaçmış mürəkkəblə yazılıb. William White'ın kitabından. Maraqlıdır. Görəsən bu William White kim olub? Yəqin 17-ci əsrdə yaşamış hansısa təcrübəli vəkil. Xəttindən süründürməsi adam oxşayır. Hə, deyəsən qonağımız gəldi. Kəskin zəng səsi eşidildi. Sherlock Holmes qalxıb sakitcə stolunu qapıya yaxın itələdi. Biz dəhlizdə qulluqçunun ayaq səslərini və kilidin şaqqıltısını eşitdik. Doktor Watson burada yaşayır. Aydın, amma çox kobud bir səs gəldi. Qulluqçunun cavabını eşitmədik. Amma qapı örtüldü və kimsə pilləkənlə qalxmağa başladı. Ayaqlarını sürtə-sürtə inamsızca atırdı. Holmes qulaq verdi və təəccüblə qaşlarını çatdı. Addımlar dəhlizlə yavaş-yavaş yaxınlaşırdı. Sonra qapı astadan döyüldü. Buyurun, dedim. Yekəpər pəhləvanın yerinə otağa sürüyə-sürüyə yeriyən qoca bir qarı girdi. Gür işığın təsirindən gözlərini qıydı, təzim edib qapının ağzında dayandı və gözlərini qırpa-qırpa donuq baxışlarla bizə baxıb, titrək barmaqları ilə əsəbi halda cibini eşələməyə başladı. Holmesa baxdım. Üzündə elə bədbəxt ifadə var idi ki, gülməkdən özümü zorla saxlayırdım. Küpə girən qarı axşam qəzetini çıxarıb barmağı ilə göstərdi. Baxın, bunun üçün gəlmişəm, xeyirxax cənablar. Bir daha təzim edib söylədi. Brixton Roadda tapılmış qızıl nişan üzüyündən ötürü. Qızım Sally itirib onu. Cəmsi 1 ildir ki, ailə qurub. Əri gəmidə aşpaz işləyir. Qaydanda üzüyü görməsə hayküyü qopacaq. Onsuz da tünd xasiyyət adamdır. Səndə isə Allah göstərməsin. Bilmək istəyirsinizsə, o dünən gecə sirkə getmişdi. Bu onun üzüydür, soruşdum. Allaha çox şükür, qarı bəkdən dedi. Sally çox sevinəcək. Bəli, özüdür ki var, bu üzükdür. Zəhmət olmasa ünvanınızı deyin. Qələm götürüb dedim. Houndsditch, Duncan Street 13. Sizdən çox uzaqdır. Brixton Road, Houndsditchdən sirkə gedən yolun üstünə deyil axı, Holmes birdən dedi. Qoca dönüb balaca qırmızı gözləri ilə acıqlı-acıqlı dostuma baxdı.
Axı mənim ünvanımı soruşdular dedi. Sally isə Pekemdə yaşayır. Mansfield Place ev 3. Soyadınız necədir? Mənim Sawyer, qızımınsa Dennis. Çünki Tom Dennis ərə gedib. Tom dənizdə sakit və səliqəli olur. Amma gəmi şirkəti onların qiymətini bilmir. Sahilə çıxan kimi qadına içkiyə qurşanır. Alın üzüyünüzü, Miss Sawyer. Holmesun işarəsi ilə onun sözünü kəsib dedim. O sözsüz ki sizin qızınızdır. Və mən şadam ki üzüyü qanuni sahibinə qaytara bildim. Minnətdarlıq sözləri mızıldayan və Allahdan mənə xeyir dua istəyən qoca qarı üzüyü cibində gizlədib ayaqlarını sürüyə-sürüyə pilləkənlə aşağı düşdü. O, qapıdan çıxmışdı ki, Sherlock Holmes yerindən sıçrayıb otağına cumdu. Bir neçə saniyədən sonra əynində palto və şərf otaqdan çıxdı. Onun ardınca gedəcəyim, tələsə-tələsə dedi. Qarı əlbəttə ki onunla əlbirdir. Buna görə də qarını izləsəm onun yerini biləcəyim. Məni gözləyin, xahiş edirəm. Aşağıda qapı qonağımızın arxasınca çırpılanda Holmes pilləkənlərlə qaçırdı. Pəncərədən baxdım. Qarı küçənin o biri tərəfi ilə yavaş-yavaş gedir, Holmes isə biraz aralıda onu izləyirdi. Ya onun bütün nəzəriyyəsi cəfəngiyatdır, deyə düşündüm, ya da o indi bu sirrin izinə düşüb məsələnin üstünə açacaq. Onu gözləməyimi xahiş etmək artıq idi. Məgər bu macəranı necə qurtardığını öyrənmədən yata bilərdimmi? O, saat 9-da getmişdi. Əlbəttə, onun nə zaman qayıdacağını qətiyyən bilmirdim. Amma qonaq otağında məğmun kimi oturub, qalyan çəkir və Mürjenin Vie de Bohemesini vərəqləyirdim. Saat 10 oldu. Qulluqçu qadın ayaqlarını sürüyə-sürüyə yatmağa getdi. Saat 11 idi. Yenə ayaq səsləri eşitdim. Ev sahibəmizin möhtəşəm yerişini dərhal tanıdım və o da yatmağa hazırlaşırdı. Saat 12-yə yaxın aşağıda qıfıl bəkdən şaqqıldadı. Holmes içəri girən kimi anladım ki, o heç nəyə nail olmayıb. Onun üzündə gülüş və dilxorluq bir-biri ilə mübarizə aparırdı. Nəhayət yumor hissi qalib gəldi. Dostum da qəhqəyə çəkib güldü. Nə olursa olsun tək Scotland Yarddakı dostlarım bunu bilməsinlər. O özünü kresloya ataraq bəkdən dedi. Onları o qədər ələ salmışam ki, bu fürsəti qaçırmaq istəməzlər. Amma öz-özümə gülməyə haqqım var. Çünki bilirəm, axırda bunun əvəzini çıxacağam. Axı nə olub, deyə soruşdum. Mən axmaq yerinə qaldım, amma bu fəlakət deyil. Qarı küçə ilə gedirdi, sonra birdən axsamağa başladı. Görünür ayağı ağrımışdı. Nəhayət dayandı və yaxınlıqdan keçən kebi tutdu. Ünvanı eşitmək üçün mümkün qədər yaxınlaşmağa çalışdım, amma buna ehtiyac da olmadı. Onun Duncan Street 13 deyə bağırdığını bütün küçə eşitdi. Doğrudanmı burada bir kələk yoxdur deyə düşündüm. O kebə minəndə hər ehtimala qarşı mən də kebin arxasına sıçrayıb kebdən yapışdım. Hər bir xəviyyə bu bacarığa mütləq yiyələnməlidir. Beləcə biz dayanmadan Duncan Streetə qədər getdik. Evə az qalmış yerə tullandım və səki ilə tələsmədən yeridim. Keb dayandı. Kebмен aşağı düşüb qapını açdı. İçəridə heç kim yox idi. Mən yaxınlaşanda o dəli kimi boş kebə baxırdı. Və deməliyəm ki, onun dediyi söyüşləri ömrümdə eşitməmişəm. Qarının izi tozu da yox idi. Qorxuram ki, faytonçu öz pulunu hələ çox gözləməli olacaq. 13 nömrəli evlə maraqlandıq. Evin sahibi Kesuik adında tanınmış üz çəkən çıxdı. Amma Sawyer və Dennislər haqqında orada heç kim heç nə eşitməmişdi. Yəni demək istəyirsiniz ki, təəccübləndim. Bu axsaq, zəif qarı kep hərəkətdə olarkən yerə tullanıb və siz də faytonçu da bunu görməmisiniz? Lənət şeytana, nə qoca qarı, Sherlock Holmes hisslə çığırdı. Sizinlə mən qoca qarılarıq və bizi barmaqlarına doladılar. O əlbəttə ki, cavan adam idi. Həm də çox zirək və misilsiz aktyor idi. Çox gözəl qrimlənmişdi. Şübhəsiz ki, o izləndiyini hiss edib və aradan çıxmaq üçün bu fəndi işlədi. Bu sübut edir ki, axtardığımız adam təhlükdə hərəkət etmir. Düşündüyüm kimi, onun üçün özlərini təhlükəyə atmağa hazır olan dostları da var. Amma doktor, siz çox üzgün görünürsünüz. Gedib yazsanız yaxşı olar. Mən doğrudan da çox yorulmuşdum. Ona görə də Holmesun məsləhətinə həvəslə qulaq asdım. O isə közərən buxarının yanında oturdu. Mən hələ uzun müddət onun skripkasının sakit, qəmgin səsini eşitdim. Bunun nə demək olduğunu mən artıq bilirdim. Holmes nəyin bahasına olursa olsun,
üstünü açmaq istədiyi bu qəribə sirr haqqında fikirləşirdi. 5-ci fəslin sonu.